qədim yeməklərdən biri olan boranı səpməsinin hazırlama qaydası olacaq. Əvvəlcə boranını hissələrə bölüb qabığını soyuram. Kəsilmiş hissələri yuyub, sonra kubik şəklində doğrayıram. Qeyd edim ki, yeməyin daha ləzzətli olması üçün şirin balqabaq seçib almaq şərtdir. 2 ədəd orta boy soğan götürmüşəm. Soğanı da samavari şəkildə doğrayıram. Əvvəlcədən duzlu suda islatdığım düyünü də təmiz-təmiz yuyub suyun süzürəm. Yeməyə əlavə etmək üçün nar da götürmüşəm. Qazanın içərisinə doğradığım soğandan balqabağın yarısını əlavə edirəm. Yenidən üzərindən soğan və nar əlavə edirəm. Üzərindən təmiz yudduğum düyünü tökürəm. Düyünün üzərindən yerdə qalan soğanı, balqabağı və narı əlavə edirəm. Duz, iod, biraz sarı kök əlavə edirəm. 3 yemək qaşığı da şəkər tökdüm. Əgər şirin sevirsinizsə, şəkərin miqdarını artırmaq olar. Kərə yağı 1 stəkan da su əlavə edirəm. Sonradan düyüsü pişməzsə suyun miqdarını artıra bilərsiniz. Vamodda yeməyi pişirirəm. Bu yeməyi pişirərkən qarışdırmıram. Qarışdırsanız balqabaq əzilə bilər. Yemək yağa düşdükdə, düyüsü pişdikdə hazır olur. Artıq gördüyünüz kimi boranı səpməsi hazırdır. Dadına